nəticələr 4 yarışdan qazandığım 7 nəticədir. Birincisi, o nəticələri qazanmaq asan bir iş deyil. Hər adam eləyə bilməz. Avropada da nəticələrim var. Güləşçi olmuşam, kəmər güləşi də güləşmişəm Avropasının, sumonun da Avropasının. Bu iki Avropada da nəticəsiz qalmamışam. İkisində də 3-cü yer olmuşam. Bir də dopinq yoxlanışı olmayan bir yarışdan natural olaraq çıxış eləmişəm, 5-ci yer olmuşam. Qalan 4 nəticə isə bir yarışdan olan nəticə idi. 19 yaşım olaraq həm 23 yaşlardan nəticə götürmüşəm o yarışda, həm Open, yəni yaş fərqi yoxdur. Men's Physics-in 23 yaşlara qədər 3-cü, Open-də isə 2-ci olmuşam. Men's Athletics-in 23 yaşlarına qədər 2-ci, Open-də isə 4-cü olmuşam. O adam söz eləsin ki, bu uğurlara üstün bir yarışlarda nəticə qazansın, ya da heç olmasa qazandığım yarışdakı nəticələrin 20%-ni, 10%-ni qazansın, sonra danışsın.